Dostlar, Naxçıvana səfərim çərçivəsində üst tutduğum məkanlardan biri də Şərur rayonu oldu. Və qeyd edeyim ki, Şərurda bir neçə şəhidimizin doğmalarını, ailə üzvlərini və ev muzeylərini ziyarət etdim. Zamanın qıtlığından təəssüflər olsun ki, hər bir şəhid ev muzeyini ziyarət edə bilmədim. Onun üçün üst tutdum rayon mərkəzində yerləşən bizim hər birimiz üçün ant yeri, qibləgah, şəhidlər xiyabanına. Və burada gördüklərim isə həqiqətən mənim köksümü qabartdı. Məhz Şərur elinin, bu ulu türk yurdunun öz şəhidinə olan ehtiramını, öz şəhidinə olan sayğısını canlı şahidinə çevrildim. Görünən mənzərə öz sözün deyil. Kreativliyi ilə yanaşı bir jurnalist kimi gərək ki, obyektiv də olasan, mən dərin minnətdarlığımı bildirirəm rayon icra hakimiyyətinin nümayəndələrinə və eyni zamanda bu şəraitin yaradılmasında əməyi, əziyyəti keçən hər bir kəsə ki, sağ olsunlar, var olsunlar. Onlar şəhidlərimizə belə böyük, dərin sevgi və ehtiramla yanaşırlar. Eyni zamanda rayon ictimaiyyəti ilə yanaşı, sözsüz ki, rayona gələn hər bir kəs də bu gözəlliyi görür. Eyni zamanda bizim ant yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərkən də Şərur elinin öz şəhidinə olan sayğısını, diqqətini, hörmətinin canlı şahidinə çevrilir.